Mən istəyərdim sizə sual verim. Sosial tərəfdaş endirimləri haqqında ümumi məlumat verə bilərsinizmi? Neçə müddətdir ki var, layihənin məqsədi nədir? Bu haqda danışaq və insanlar da bunu bilsinlər. Təbii ki. Deməli, sosial tərəfdaş layihəsi 2023-cü ilin oktyabr ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilir. Deməli, bu layihə çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan sosial müavinət alan, sosial ödəniş alan şəxslər, eyni zamanda yaşa görə pensiya alan şəxslər, 50 olan şəxslər, qazilər, veteranlar, şəhid ailə üzvləri, ailə başçısını itirmiş şəxslər hər biri bu layihədən yararlana bilər. Və layihə çərçivəsində bu şəxslərə seçilmiş market, aptek, klinikalarda və digər xidmət sahələrində müəyyən endirimlər tətbiq edilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu layihənin əsas məqsədi bu şəxslərə endirimlərin tətbiq edilərək onların maliyyə vəziyyətlərinin yaxşılaşdırılması, eyni zamanda maliyyə savadlığının artırılması. Bəs hansı formada endirimlərdən yararlana bilər bu şəxslər? Ümumiyyətlə iki üsul var ki, endirimdən yararlanma üsulu. Bunlardan birinci üsul, həmin şəxslər müəyyən 1500-dən artıq bizim tərəfdaşlarımız var, tərəfdaş müəssisələr. Bu müəssisələrdə xidmətlərdən yararlandıqları zaman, alış-veriş etdikləri zaman, onlar kassada ödənişi məhz nağdsız formada, post terminallarda öz pensiya kartlarını ödəyərlərsə yerindəcə endirim tətbiq edilir onlara. Ay, nə gözəl. Bəli. Və bu şəxslər sadəcə klinika, aptek və marketlərdə deyil, digər xidmət sahələri var. Məsələn, salonlar, istirahət mərkəzləri, psixologiya mərkəzləri və s. Birinci üsula bunlar aiddir. İkinci üsul isə budur ki, onlar öz telefonlarına, yəni təqaüdçülər, pensiyaçılar öz telefonlarına Play Marketdən, App Store-dan e-sosial mobil tətbiqini yükləyirlər, qeydiyyatdan keçirirlər və qeydiyyatdan keçdikdən sonra e-sosial mobil tətbiqində ağ-qara ştrixlər formasında bir barkod, fərdi e-sosial barkodu yaranır. O barkodu seçilmiş market, aptek, klinikalarda ödənişdən öncə, xidmətdən yararlandıqdan sonra ödənişdən öncə kassirə göstərməyiniz kifayətdir ki, endirimlərdən yararlanasınız. Ümumiyyətlə, endirim faizi nə qədərdir? Deməli, hər məhsula və xidmətə əsasən, həm məhsul xidmətə görə, həm də müəssisəyə görə faiz dərəcəsi dəyişir. Ümumilikdə marketlərdə 2-5% arası, apteklərdə 10-20% arası, klinikalarda 20-40% arası endirimlər tətbiq edilir. Dediyim kimi, məhsul və xidmətə görə dəyişir. Bir nüansa diqqət etməyinizi istəyirəm ki, bu endirim yerindəcə tətbiq edilir, yəni sonradan kəşfiyyat kimi gəlmir. Yerindəcə vətəndaş artıq endirim tətbiq edilmiş ödənişi ödəyir kassirə. Və çekində də faiz aralığı görünür. Hansı məhsulun neçə faiz aralığında endirim tətbiq edilib, ümumilikdə nə qədər endirim tətbiq edilib, hər biri göstərilir. Barkoddan hər gün istifadə edə bilərik, yoxsa limit var? Deməli, bu barkod heç bir limit yoxdur. İstənilən müəssisədə, istənilən qədər barkodu tətbiq etmək, istifadə etmək mümkündür. Heç bir limit yoxdur. Sadəcə, dediyim kimi, pensiyaçılar, təqaüdçülər, fiziki məhdudiyyəti olan şəxslər, qazilər, veteranlar, ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondundan sosial müavinət, sosial ödəniş alan şəxslər e-sosial mobil tətbiqini yükləyin, qeydiyyatdan keçin, istənilən bizim seçilmiş partnyorlarımızdan alış-veriş etdiyinizdə, xidmətdən yararlandığınızda sizə endirimlər tətbiq ediləcək. Sadəcə e-sosial barkodu ilə. Təqaüdçü özü alış-verişə gedə bilmirsə, onun barkodundan oğlu və ya qızı istifadə edə bilərmi? Bildiyimiz kimi, əhalinin sosial həssas təbəqəsinə, yaşa görə pensiya alan şəxslər, eyni zamanda fiziki məhdudiyyəti olub təqaüd alan şəxslər də aiddir ki, bunların bir çoxu bilirik ki, Kərim bəy evdən kənarlaşa bilmirlər. Buna görə də onların yalnız və yalnız birinci dərəcəli ailə üzvləri həmin şəxslərin barkodlarını istifadə edərək seçilmiş market, aptek və klinikalarda endirimlərdən yararlana bilərlər. Amma bir nüansa diqqət etməlidirlər. Onlar öz şəxsiyyət vəsiqəsinin məlumatları ilə deyil, məhz həmin hansı ki təqaüd və pensiya alan yaxınlarıdır, onların vəsiqəsinin məlumatları ilə qeydiyyatdan keçməlidirlər e-sosial mobil tətbiqində o barkodla deməli endirimlərdən yararlanmalıdır. Çünki özləri məsəl üçün təqaüd pensiya almırsa, onlar e-sosial mobil tətbiqini yüklədikdən sonra qeydiyyatdan keçsələr belə, onlarda e-sosial barkodu görünmür. Bəli. Onlar sadəcə pensiya və təqaüdçülərə aiddir. Endirimlər bütün ölkə üzrə keçərlidir, yoxsa yalnız paytaxtda? Deməli, bizim əməkdaşlıq etdiyimiz partnyorlarımız hansı ki var, onların bütün filiallarında, istər Bakıda, istərsə də digər bölgələrdə olan filialların hər birində keçərlidir.
E-sosial barkodu təqdim edib endirim olunduqda ödəniş pensiya kartı ilə olunmalıdır, yoxsa nağd ödəniş də etmək olur? Deməli, e-sosial barkodu ilə endirimdən yararlanırsa şəxs, istər nağd formada ödəyə bilər ödənişini, istərsə də ki, pensiya kartı və yaxud da digər hər hansı bir bank kartı ilə də ödəniş edə bilər. Yəni fərq Və yoxdur. heç bir fərq yoxdur. Limitsizdir, istənilən qədər də istifadə edilə bilər. Tərəfdaş mağazaların siyahısına hardan baxmaq olar? Deməli, bizim sosialtərəfdaş.az internet saytımızdan və yaxud da sosialtərəfdaş.az Facebook və yaxud da Instagram hesabımızdan bizim tərəfdaş müəssisələri öyrənə bilərlər. Əgər hər hansısa yenə də bir çətinlik çəkirlərsə, bizim 010 712 73 12 qaynar xəttimizdən əlaqə keçib öz suallarını ünvanlaya bilərlər. Bizim əməkdaşlar onlara köməklik göstərəcəklər. Endirim bütün məhsullara şamil olunur, yoxsa yalnız seçilmiş məhsullara? Bəzi seçilmiş məhsullar deməli istisna olmaqla bir çox məhsullara tətbiq edilir. Məsələn, tütün məhsulları və spirtli içkilərə bu tətbiq edilmir. Amma bayaq da dediyim kimi, müxtəlif müəssisələrdə müxtəlif faiz aralığı var və hər məhsula görə də bu dəyişir. E-sosial barkodu ilə endirim tətbiq edilirsə. Aha. Barkodda ödəniş edəndə əlavə sənəd göstərmək lazımdırmı? Heç bir sənədə ehtiyac yoxdur. Sadəcə dediyim kimi, bu şəxslər e-sosial mobil tətbiqini yükləyirlər telefona. Nə şəkildə qeydiyyatdan keçirlər, onu deməmişik. Bu haqda məlumat verim. 3 üsul var. Sima imza, asan imza və yaxud da öz şəxsiyyət vəsiqələri məlumatları ilə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçdikdən sonra proqrama daxil olan kimi ad soyadlarının alt hissəsində ağ-qara ştrix formasında bir barkod görünür. O barkodu sadəcə göstərməkləri kifayətdir. Təşəkkür edirik.